Nöqtələrin yerinə bir-birini mənaca əvəz edə bilən sifət və sayı, çərçivənin əvəzinə isə işlənmə yerindən asılı olaraq say və zərf kimi işlənə bilən sözləri müəyyən edin. Deməli, variantlara baxırıq. Cümləmizi oxuyandan sonra kəndin kənarındakı işıq yanan sifət və burası say kimi işlənə bilən, mənaca bir-birini əvəz edə bilən söz əlavə etməliyik. Burada da ilk sifəti və birinci sayını əlavə edə bilərik. Nöqtələrin yerinə ilk evə yaxınlaşanda və yaxud da birinci evə yaxınlaşanda həyətdə adam gördük. Çox adam gördük, bir qədər adam gördük. Çox sözü yerindən asılı olaraq, bir qədər sözü yerindən asılı olaraq həm say, həm də zərf kimi işlənə bilən sözlərdir. Cavabımız 1, 3, 4, 5 D variantı oldu. Götürdük D variantını. 6-cı testlə davam edirik. Deməli, hansı sözdə sadalanan xüsusiyyətlərdən yalnız biri var? Deməli, hansı xüsusiyyətlər sadalanıbdır, ona baxırıq. Səs artımı hadisəsinin olması, 2. Ahəng qanunun pozulması. Bu iki xüsusiyyətdən biri olmalıdır. A variantı rübai. Bu A variantında həm səs artımı var, həm də ahəng qanunu pozulması hadisəsi var. Ona görə A variantını çıxdıq. B variantı komanda sözündə nə səs artımı var, nə də ahəng qanunu pozulması var. Bu da uyğun gəlmədi, çıxdıq. C variantı mütəxəssis, nə səs artımı var, nə də ahəng qanunun pozulması hadisəsi var. Bunu da çıxdıq. D variantı nəhəng. Deyilişlə yazılış arasında fərq var, ancaq nə səs artımı var, nə də ahəng qanunun pozulması hadisəsi var. Qaldı cavab E variantı. Ahəng qanunun pozulması yoxdur, ancaq buradakı lə şəkilçisi nan, nən kimi tələffüz olunan şəkilçidir. Lə şəkilçisi səs artımı hadisəsi olduğunu biz gördük. Yəni tələffüzü bu qaydadadır. Nən. Axırıncı N samiti tələffüzdə artdığına görə dedik ki, bu sözdə səs artımı var. Ahəng qanunu pozulması yoxdur.